Salam əziz şagirdlər. Bugün şagirdlərimizin istəyi ilə 2025-ci il ikinci hissə yeni toplunun izahını hər gün az da olsa müəyyən qisminin izahlarını verəcəm. Bu günləri başlayaq mitoz meyoz hissəsindən. Burada verilib ki, diplos sözünün mənası, diplos sözünün mənası nə deməkdir? Di2 deməkdir. Diplos sözünün mənası da diplos 2 mənasını verir. İkinci sualda deyir ki, haplos sözünün Yunan dilində mənası, haplos sözü də Yunanca tək mənasını verir. Meyozis, yəni meyoz bölünmədə Yunanca meyoz sözündən, meyozis sözündən götürülmüşdür. Bu da azalma deməkdir. Heyvanlarda gələcək cinsi hüceyrələrin inkişafına başlanğıc verən hüceyrə normada hansı xromosom sayına malikdir? Heyvanlarda gələcək cinsi hüceyrələrin inkişafına başlanğıc verən hüceyrə belə deyək ki, meyoz bölünməyə daxil olan və 2N xromosom sayına malik olan hüceyrədir. Ona görə də o diploid xromosom sayına malik olur. Sonra 5-ci sualda deyir, hüceyrədə zülalların, karbohidratların, yağların fasiləsiz sintezi mümkündür. Biz bilirik ki, maddələr mübadiləsi, metabolizm, maddələrin əmələ gəlməsi, yəni bütün bu proseslər hamısı hüceyrənin həyat siklinin interfaza mərhələsində baş verir. Həmçində zülal yağ karbohidratlarda sintezi bu mərhələyə düşür. Bizə amma burada sualda soruşur ki, bunların sintezi mümkün deyil. Biz onda burada götürməliyik ki, mümkün deyildi deyək ki, mitoz zamanı. Niyə görə mitoz zamanı? Mitoz bölünmədir. Bölünmə zamanı bu proseslər getmir. Bu proseslərin hamısı interfazada gedir. 6-cı sualda deyir ki, interfaza zamanı hüceyrənin həyat fəaliyyəti üzərində nəzarət ümumiyyətlə hüceyrənin bölünməsinə, fəaliyyətinə nəzarət edən xromosomlardır. Mitoxondrilərin və xloroplastların, həmçinin Golgi kompleksinin elementlərinin sayının artması. Biz bunu demişdik ki, digər sualda da bu proseslərin hamısı, maddələr mübadiləsi, maddələrin əmələ gəlməsi, orqanoidlərin sayının artması hamısı gedir interfazada. Heyvan orqanizmində istiqamətləndirici cisimciklər deyir, xromosom dəsti uşaqlar. İstiqamətləndirici cisimciklər deyəndə, yəni yönəldirici cisimciklər demək istəyir. Bunlar da əmələ gələn qametlə eyni xromosom sayına malik olur. Bilirik ki, meyoz zamanı birinci meyoz gəlir, 2 dənə keçəndən sonra 2 hüceyrə əmələ gəlir. Onların biri iri olur, biri nisbətən kiçik olur. Digər iri hüceyrə bölünüb bir iri, bir kiçik hüceyrə əmələ gətirir. Kiçik hüceyrədə bölünüb 2 dənə kiçik hüceyrə əmələ gətirir və bunların hər biri haploid, yəni N xromosom sayına malik olur. Yəni qamet özü, yəni burada belə deyək ki, yumurta hüceyrə özü, qamet özü hansı xromosom sayına malikdirsə, yəni yönləndirici cisimciklərin hamısı, yəni istiqamətləndirici cisimciklərin hamısı onunla eyni olan haploid xromosom sayına malik olur. Digər sualda bizə deyir ki, meyozun birinci bölünməsinin anafazasında hüceyrənin qütblərinə çəkilir. Meyozun birinci bölünməsinin anafazasında hüceyrənin qütblərinə tam xromosomlar çəkilir. Məsələn, hüceyrədə belə deyək ki, 4 dənə əgər xromosom varsa, meyoz bölünmədə, birinci meyoz bölünmənin deməli anafaza mərhələsində hər qütbdən bir, yəni vətər teli birləşir. Bir qütbdən, daha doğrusu bir vətər teli xromosomun sentromerinə birləşərək onu tam olaraq çəkir. Yəni tam xromosomlar çəkilir. Tam xromosomlarda 2 xromatidli olur. Ona görə də biz burada götürəcəyik ki, 2 xromatidli xromosomlar hüceyrənin qütblərinə çəkilmiş olur. Sonra digərində deyir ki, 10-cu sualda xromosomda xromatidlər bir-biri ilə nə vasitəsilə birləşir? Xromosomda xromosomları birləşdirən o mərkəzi sahəyə sentromer deyirlər. Sentri mərkəz, meros hissə deməkdir. Buna deyirlər sentromer. Mərkəzi sahədir. Sonra 11-ci sualda deyir ki, yumurta hüceyrə və spermatozoidlər hansı terminlər? Yəni bunlar qametlərdir. Cins çoxalmada iştirak edən qametlərdir. Bunları cinsi hüceyrələr və yaxud da biz qametlər adlandıra bilərik. 12-də deyir ki, bölünmə vətəri hansı fazada yaranmağa başlayır? Ümumiyyətlə, bölünmə vətərinin yaranması profaza mərhələsindədir. Onun tam formalaşması, sentromerə birləşməsi, əmələ gəlməsinin başa çatması metafaza mərhələsindədir. Amma onun qısalması, bölünmə vətərinin qısalması anafaza mərhələsindədir. Bölünmə vətərinin itməsi isə
telofaza mərhələsində olur. Bu cümlələrə diqqət edin. Yəni uşaqların ən çox çaşdığı hissələr olurdu. Həmin hissələrdir. 13-cü sualda deyir, somatik hüceyrədə bölünmə vətərinin əmələ gəlməsi hansı fazada? Burada mən dediyim kimi bunu da başa çatır. Biz burada bunu götürürük. Metafaza mərhələsində başa çatır. DNT-nin içləşməsi, ümumiyyətlə DNT-nin içləşməsi, orqanoidlərin sayının artması, maddələr mübadiləsi biz dedik ki, hüceyrənin həyatının, hüceyrə tisklinin hazırlıq mərhələsində, yəni interfaza mərhələsində baş verir. 15-də deyir, hüceyrə xromosomlarında xromatidlərin içləşməsinin əsası nə təşkil edir? Ümumiyyətlə, xromatidlərin içləşməsi DNT içləşməsinə əsaslanır. DNT-nin sayının artması içləşməsi əsasında nədir? Öz-özünü yenilənməsi, reduplikasiyası əsasında xromatidlərin içləşməsi həyata keçirilir. Reduksiyon bölünmə, yəni reduksiyon azalma deməkdir. Reduksiyon bölünmə, yəni meyoz bölünmə deməkdir. Meyoz bölünmə. Biz bilirik ki, meyozun birinci fazasında xromosomlar tam qütblərə çəkildiyi üçün orada nədir? Əmələ gələn yeni qız hüceyrələr arasında xromosom sayı azalmış olur. Ona görə də buna reduksiyon bölünmə deyilir. 17-ci sualda bizə deyir ki, sual işarəsinin yerinə nə qoyulmalıdır? Mitozda ana əmələ gələn, bax, xromosom sayı 2-dir. Əmələ gələn anaların hər birində, daha doğrusu qız hüceyrələrin hər birində 2N olub. Yəni mitoz bölünmədə ana ilə əmələ gələn qız hüceyrələri eyni xromosom sayını daşıyır. Amma meyoz bölünmədə isə xromosom sayından anadan 2 dəfə az olur. Ona görə də 2 dəfə az olduğu üçün hər bir qız hüceyrə anadan 2 dəfə az xromosom sayına malik olduğu üçün eyni xromosom sayını daşıyacaqdır. Sonra 18-də bizə deyir ki, meyozun hansı mərhələsində xromosomlar arasında irsi məlumat, yəni irsi məlumat mübadiləsi, biz buna crossingover-də deyirik. Bu birinci meyozun profazasında həyata keçirilir. 19-dan deyir, drozofil milçəyinin ilkin cinsi hüceyrəsində meyozun birinci bölünməsinin anafazasının sonunda neçə xromosom olar? Buna baxay, drozofil milçəyinin ilkin cinsi hüceyrəsində meyozun birinci bölünməsinin anafazasında. Biz bilirik ki, ilkin cinsi hüceyrəsi meyozun birinci bölünməsinin anafazası. Deməli, biz bunu burada yazayıq. Deməli, profaza 1-də olur. İkinci meyozun birinci bölünməsinin anafazası dediyi üçün profazada 2N, 4C, 2N xromosom, 4C xromatid DNT olur. Metafaza 1-də 2N, 4C olduğu kimi qalır. Anafaza dediyi üçün anafaza 1-də də tam xromosomlar çəkildiyi üçün, yəni M plus N xromatid çəkilmədiyi üçün olduğu kimi qalır. Telofaza 1-də isə N, 2C olur. Bizdən burada anafaza mərhələsini soruşduğu üçün meyozun birinci bölünməsinin anafazasının sonunda neçə xromosom olur? Drozofil milçəyini soruşduğu üçün uşaqlar bilirik ki, drozofil milçəyinin 2N bərabərdir 8-dir. Yəni somatik hüceyrəsinin xromosom sayı 8-dir. Anafaza mərhələsində bizdən soruşur ki, anafaza mərhələsində drozofil milçəyində meyozun birinci bölünməsinin sonunda neçə xromosom olar? Biz buradan düsturə baxanda görürük ki, 2N, yəni M plus N 2N-dir. Anafaza mərhələsində düstur. Burada N'in drozofil milçəyində də 2N bərabərdir 8-ə. Yəni bunda qiyməti eləyir neçə? 8 olacaq. Neçə xromosom olur? Bəli.